Biz çox şeylərin fərqində deyilik əslində. Baxın, çox gözəl bir yerə toxundunuz ki, ağzımızdan çıxan hər bir söz. Biz axı ağzımızdan çıxan hər bir sözə özümüz nəzarət etmirik. Bunu beynimiz, şuuraltımız bizdən xəbərsiz onu bizim üçün deyir. Misal soruşsanız burada ən yaxın kofe yeri hardadır? Cappuccino'ya qədər 5 dənə kofe yeri var. Amma mən sizə oranı deyəcəm artıq, çünki beynimdə mənim ora qalıbdı. Bu yaxınlarda çox yaxşı bir şey müşahidə elədim. Hiss elədim ki, anam necə uşaqları danlayırsa, mən uşaqlarımı elə danlayıram. Yəni biz necə danlayırsa, elə danlayıram. Mən başa düşdüm ki, axı mən belə deyirdim, mən nə üçün uşaqlarımı belə danladım? Mən başa düşdüm ki, əslində mən o qədər eşitmişəm ki bunu. Axı eşitdiyimi təkrarlayıram. Eşitmədiyimi necə təkrarlayım. O səbəbdən dolayı burada da yenə bir uşaqlarımı sanki başqa bir enerjiya salmış oldum. Anam, mən öz rolum yox, anamın roluna girmiş oldum. Mən indi bunu bilmək istəyirəm ki, misal bu məcmuada necə davranmaq lazımdır? Ana oğul, ana qız münasibətlərində, övlad münasibətlərində. Çünki bizim anamlarımızın gördüyü başqa, bizim gördüyümüz başqa. Amma danlayanda 3-cü pokoleniyadan 1-ci pokoleniyanı danlayırıq. Bu biraz düz gəlmir. Çox gözəl sualdır və bu sualla da mənə gələn valideynlər və uşaqlar. Mən adətən uşaqları terapiya edəndə anaya dediyim söz bu olur ki, birinci sizə terapiya etməliyəm. Niyə? Çünki mən uşağı terapiya edib, onun beynini təmizləyib, onun ruhunu sağlam şəkildə ona verib, belə deyək də, ruhun sağaldı, vücudun, zehnin sağaldıb, ortaya bir normal bir insan çıxardırıqsa biz uşaqla mən bir yerdə. Amma gedir evdə valideyn onu körlüyür. Niyə? Çünki o valideyndə öz anasında onu görübdür. Nə qədərsə biz desək ki, yox, mən öz uşağıma elə davranmayacağam, yox, mən belə yaxşı olacağam, mən belə əzizləyəcəm. Amma bir dənə uşaq bir aqressiya yaradan bir şey eləsin, anında çönürük oluruq anamız. Doğru. Ata da eyni. Və bu sonraki münasibətlərinə də təsir edir. Çünki bizim analarımızın bir qorxduqlarına görə bizim mühafizə edib həmişə. Çünki həmişə qoruyubdur ki, nəsə olacaq, getmə, nəsə başına gələcək, ay bala eləmə, birdən nəsə olacaq və o da bunu yaradıb. Baxın, biz həyata gələndə anamızın ciftindən həyata gəlirik də, düzdür? Ciftlə bərabər enerjini biz anamızdan alırıq, valideynlərimizdən alırıq. Mən həmişə ona deyirəm görə əslində təbii doğuş vacibdir. Çünki ciflə sən çıxmalısan. Hə, ora qədərinə mən girə bilmərəm. O həkimlərin bildiyi bir şeydir. Mən enerji tərəfindən danışacağam. Hə. Mən deyərdim, həmişə analara deyirəm ki, baxın, oturun, durun, bir söz işlədin. Mənim övladım şanslıdır. Mənim övladım uğurludur. O sözü çox istifadə edin. Deməyin ki, ay bala, bu işə başladın, 3 gündən sonra batıracaqsan.